Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Bu gün cəmiyyəti ən çox maraqlandıran mövzulardan biri nevroloji problemlər haqqında danışacağıq. Studiyamızın qonağı nevroloq Rima İbadovadır. Xoş gəlmisiniz Rima xanım. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Doktor, yeni doğulma dövründə hansı ilkin əlaməti görəndə valideynlər nevroloqa müraciət etməlidir? Yeni doğulma dövründə daha çox valideynlər əgər uşaq həddindən çox ağlayırsa, həddindən çox süstdürsə, yəni çox ağlamaq da problemli ola bilər, çox süst qalmaq, ağlamamaq, heç yatmamaq və yaxud da ki, çox yatmaq. Pasient gəlir deyir, doktor uşaq süstdür, bütün günü yatır, heç yemək yeməyə də durmur. Yəni bu bizim üçün. Hərəkətlərdə məhdudluq varsa, məsələn, əl-qol hərəkətlərində tutan valideyn deyir ki, doktor bir əlini və yaxud da ki, bir ayağını yaxşı hərəkət elətdirmir və ya əksinə çox artıq xaotik hərəkətlər varsa, hiperkinetik, biz buna tibbada hiperkinez deyirik, hiperkinetik hərəkətlər varsa, ondan sonra baş həddindən artıq böyükdürsə və yaxud da ki, kiçikdirsə, hər hansı bir stigmatoz bir əlavələr görürüksə, məsələn, valideyn gəlir, deyir ki, doktor, bunun qulağı və yaxud da ki, gözləri heç biz burun seyvanı biraz fərqlidir, heç bizə bənzəmir. Belə bir əlamətlər görürsə, uşağın həddən artıq qusmaları varsa, dərisinin rəngində bir avazıma, bir sarılıq və yaxud da ki, göyərmə varsa, məsələn, üzündə bir yığılmalar, epilepsiya bənzəri bir hərəkətlər, göz qapaqlarında yığılmalar varsa, bu hallarda mütləq şəkildə nevroloqa müraciət etmək lazımdır və yaxud da ki, ən azından pediatra müraciət etmək lazımdır ki, pediatr özü şübhəli, çünki bu dediyim hərəkətlər normal da ola bilər. Yəni uşağın çox yatması hər zaman anormal deyil və ya az yatması. Yəni əgər uşaq qidalanırsa, qusma yoxdursa, çəkisini normal alırsa, keçirdiyi oyaq vaxtı aktivdirsə, o zaman bizim üçün bu normal da hesab olunur. Amma anormallığı kənar etməyimiz üçün mütləq şəkildə həkim professional müayinəsi məsləhət görülür. Yəni siz yeni doğulma dövründə ən az bir dəfə, iki dəfə mütləq nevroloqun görməli olduğunu. Normalda heç olmasa bir 3 dəfə 3 aydan. Baxır o da yenə əgər yarımçıq doğulmuş uşaqdırsa, vaxtından erkən doğulmuşdursa, risk faktoru varsa, ailədə başqa bir problemli uşaq varsa, valideynlər qohumdursa, hamiləlik çətin keçibsə, doğuş çətin keçibsə, onda daha tez görmək istəyirik, daha erkən görmək istəyirik. Amma normal inkişaf eləyən bir uşaqdırsa, 1 yaşına qədər heç olmasa bir 3 dəfə görmək istəyirik. Amma indi hər valideyn gətirə bilmir. Onda da deyir ki, pediatrla sıx əlaqədə olun ki, pediatr özü şübhəli bir hal görərsə, şübhəli bir durum görərsə, özü nevroloqa istiqamətləndirəcək. Bəs məktəbə qədər dövrdə hansı əlamətlər valideynləri tetikləməlidir? Məktəbə qədər dönəm hardasa bu yeni doğan dönəmini keçdikdən sonra 1 yaş, 5-6 yaş arası dönəmi nəzərdə tuturuqsa, bu dönəmdə valideyn məsələn 1 yaşında uşaq artıq 1 yaş, 1 yaş yarıma qədər ən gecə uşaq artıq gəzir. Yəni məsələn əgər gəzməsində, yeriməsində böyük motor bacarıqlardan söhbət gedir də, bir gecikmə varsa, yaş yarımından gec dönəmdə uşaq gəzmirsə, ondan sonra 1 yaşını keçmiş bir uşaq adına reaksiya vermirsə, göz kontaktı qurmursa, yenə də bayaq dediyim əlamətlərdə hər hansı bir stigma dəyişikliklər varsa xarici görünüşündə, başında həcm və biçim pozuntuları varsa, epilepsiya və ya ona bənzər hər hansı bir hərəkət pozuntularımızı hiss edirsə valideyn, o zaman artıq mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır. Bəs hansı hallarda EEG, MRT kimi vasitələr tövsiyə edirsiniz? Ümumiyyətlə, nevroloji müayinə, ümumiyyətlə, nevroloq olmanın ən əsas özəlliyi ondan ibarətdir ki, biz əsas anamnezə əsaslanırıq. Yəni, hər qapıdan girən uşağa biz hər hansı bir instrumental müayinə, EEG və yaxud da ki, MRT tövsiyə etmərik. Yəni, hər uşağa bu tövsiyə olunmaz. Bəzən valideyn özü gəlir, israrla istəyir ki, mənim uşağımın başına aparata salın. Yəni, bu şəkildə istəyirlər, amma hər uşağa təbii ki, bu tövsiyə olunmaz. Biz əsas anamnezə əsaslanırıq. Yəni, uşaq içəri girir, bir pasient içəri girirsə, biz onun körpədirsə ağlamasının tonu, dəri rəngi, hətta saçının rəngi və s. Əgər irəli yaşlı bir uşaqdırsa, yeriməsinin xarakterindən, özünü aparmağından, davranışından, yəni qapıdan girəndə artıq bizim izləmlərimiz uşaq haqqında bizə bir məlumat verə bilir ki, yəni burada problem nə ola bilər. Ondan sonra ətraflı dinlənmə, valideynin dinlənməsi. Bu hamiləlik dönəmindən tutmuş, biz lap öncələrə gedirik. Hamiləlik necə keçib, doğuş necə keçib, doğuşdan sonraki dönəm, indiki yaş dönəminə qədər uşağın olan bütün ətraflı anamnestik məlumat, biz buna anamnez deyirik tipdə və bu ətraflı toplanmalıdır. Ondan sonra artıq bizim uşağın müayinə dönəminə keçirik və müayinədə dediyim o ən xırda detallardan tutmuş, kəllə beyin sinirlərinin vəziyyəti, hərəkət sfera, hissi sfera, yeriş sferası hər biri ayrı-ayrılıqda dəyərləndirilir. Və artıq bizim burada bir şübhəli durumumuz varsa, məsələn, biz epilepsiya şübhəsi varsa, orada EEG, elektroensefaloqramma istənilir. Çünki bəzən bu müayinələr
çox hallarda istənilə bilər. Məsələn, bizə pasiyent gəlir, deyir ki, doktor, uşağımın başı ağrıyır, EEG çəkək. Yəni baş ağrısında EEG çox informativ deyil. MRT daha informativdir. Bəzi hallarda da, məsələn, gəlib pasiyent bizdən deyir ki, beyin görüntüləməsi. Hər uşağa da təbii ki, MRT istənilməz. Yəni bu artıq həkimin verəcəyi bir qərardır. Həm laborator müayinələr bizim artıq anamnestik məlumatlarımızdan sonra, yəni bizim topladığımız ilkin olaraq beynimizdə bir diaqnoz formalaşır və bu diaqnoz formalaşandan sonra artıq biz irəli müayinə metodları, laborator müayinə də ola bilər, bu instrumental müayinə, yəni EEG, MRT də ola bilər. Bu pasiyentə görə dəyişir. Əmgəyin böyük olması, kiçik olması, gec qapanması, tez qapanması nə zaman nevroloji problem sayılır? Ümumiyyətlə əmgək valideynlər arasında yenə bir hiperdiaqnostika olunan bir mövzudur. Çünki bir çox hallarda uşağımın əmgəyi bağlanmır, müalicə yazın və yaxud da ki, əmgək kiçikdir, müalicə yazın kimi bizə müraciətlər olur. Bir çox hallarda biz bunu görürük. Ümumilikdə əmgək beynimizdə ümumiyyətlə uşaq ana bətnində formalaşan zaman 6 əmgək olur. Doğuşda onlardan əsas o böyük əmgək, ön əmgək açıq olur. Digərləri bəzən yarımçıq olmuş uşaqlarda arxa kiçik əmgəkdə də açıqlıq görə bilirik. Digərləri bağlanır artıq. Sümüklərin elə bir kəllə sümüklərinin birləşən yerlərin arasında olan boşluq sayılır əmgək. Və ön əmgəyin ölçüləri fərqli olur. Yəni bu 0,5 mm-dən 3 hətta bir böyük ölçüdə görə bilirik biz onu və bu ölçünün olması individualdır. Yəni fərqlidir. Hər uşaqda fərqli ola bilər və hər əmgəyin kiçik və yaxud da ki, böyük olması patologiya demək deyil. Əgər uşağın inkişafı ayına müvafiq gedirsə, baş ölçüləri normal böyüyürsə, yəni bu çox önəmli faktordur. Məsələn, əmgək kiçikdirsə, biz narahat olduğumuz məqam mikrosefaliya ola bilər, baş kiçik qala bilər. Bu artıq fərqli bir durumdur. Bu artıq ciddi bir xəstəliklərdən xəbər verir. Və ya əmgək böyükdür, baxırıq ki, başın ölçüləri normadan həddindən artıq böyüyür. Bu artıq hidrosefaliya və yaxud da ki, makrosefaliya ilə gedən genetik xəstəliklərdən xəbər verə bilər. Bunların dəyərləndirilməsi həkim tərəfindən aparılmalıdır. Amma əmgək kiçikdir. Hər kiçik əmgəyə biz dərman yazaq ki, əmgək kiçik qalsın və yaxud da ki, keçmişdə bir mif var idi ki, şükür Allaha indi biraz azalıb. Vitamin D vermirdilər ki, əmgəyi kiçikdir, bağlanacaq. Yəni bu doğru yanaşma deyil. Yəni burada sadəcə uşaq pediatr və yaxud da ki, yenə ehtiyac olsa nevroloq tərəfindən sadəcə yaxın təqibdə olmalıdır ki, bizim o dediyimiz göstəricilərdə də baş ölçüsünün böyüməsi, uşağın yaşına, ayına uyğun müvafiq inkişafının getməsi, əgər bu norma daxilindədirsə və hər hansı bir genetik xəstəlik şübhəsi yoxdursa, hər hansı bir hidrosefaliya, makrosefaliya ilə gedən xəstəliklərdən bir şübhə yoxdursa, o zaman bir individualdır. 3 aylıq əmgək bağlana bilər, 3 yaşında da bağlana bilər. Yəni bunun elə bir xüsusi bir önəmi yoxdur və müalicə tələb etmir bir çox hallarda. Autizm spektr pozuntusunda nə zaman nevroloq müdaxilə edə bilər? Ümumiyyətlə, autizm spektr pozuntusu günümüzdə çox geniş yayılmış problemlərdən biridir və burada həmişə belə bir tərəddüdlü qalır pasiyentlərimiz ki, nevroloqa mı gedək, psixiatra mı gedək? Mən hər zaman deyirəm ki, lap pediatr görsün. Əgər ilkin olaraq biz bu problemi görürüksə, əsas burada bizim işimiz pasiyenti vaxtında düzgün istiqamətləndirməkdir. Yəni bir çox hallarda nevroloqlar beyin qidalandırıcılarla falan zaman itirirlər. Yəni burada zaman itirmədən uşağı erkən təlimə yönləndirmək. Ən önəmli kim görürsə, yəni pediatr da şübhələnə bilər, nevroloq da və yaxud da ki, psixiatr da görür təbii ki. Burada bizim ilkin olaraq işimiz uşağa fayda verə bilməkdir. Yəni doğru istiqamətləndirə bilməkdir. Amma nə zaman sırf nevroloq görməlidir? Əgər autizmlə yanaşı, autizmin altında düşündüyümüz hər hansı bir genetik və ya metabolik problem ola bilərsə. Çünki elə hallar olur ki, pasiyentimizdə fenilketonuriyadır və yaxud da ki, başqa bir metabolik xəstəlikdir, amma klinik özünü autizmə bənzər tablo kimi göstərir. Bu hallar olarsa və yaxud da ki, autizm yanaşı epileptik, məsələn, epilepsiya ilə qarışa bilən klinik olaraq bizim genetik epileptik ensefalopatiyalar dediyimiz bir çox epileptik ensefalopatiya qrupu var. Hansında ki, pasiyentin gözlə görülən epileptik tutması ola da bilər, olmaya da bilər. Yəni bəzən olur ki, gözlə görülən epileptik tutma yoxdur, amma klinik olaraq özünü nə göstərir? Autistik stimlər şəklində, stereotiplər şəklində qanad çırpmalar ola bilər, göz qırpmalar ola bilər və s. Və yaxud da ki, bir dəfə keçirdiyi bir epileptik tutma altında ola da bilər, yəni olmaya da bilər. Amma biz elektroensefaloqram baxa uşaqlara çəkilir və o elektroensefaloqramda biz görürük ki, çox ciddi burada davamlı tikan yavaş dalğa aktivliyi var və bu uşağın dərman içməsi şərtdir. Yəni hər bilirik ki, autizmdə əsas təlim önəmlidir. Burada bir çox hallarda biz dərman yazmırıq, amma dediyim kimi altında yatan bəzi hallar var ki, biz onlara əksinə erkən müdaxilə etməliyik ki, uşağın inkişafını, yəni bu onun koqnitiv, nitq və s. inkişafını irəli ata bilir. Ona görə əgər belə bir şübhələr varsa, zaten burada psixiatrlar özləri də nevroloqa yönləndirir və yaxud da ki, biz öz tərəfimizdən nevroloji problemləri inkar etmişiksə, o zaman təbii ki, biz də psixiatra yönləndiririk. Yəni bu uşağı psixiatr görməlidir. Doktor, uşaqlarda yuxu pozuntuları, yuxuda sıçrama və ya dişlərində qıcanma kimi problem olarsa, nevroloji ola bilərmi bu? Nevroloqa müraciət etməlidirmi pasiyentlər?
Əlbəttə, yuxu pozuntuları bir çox nevroloji problemlərin əsas simptomlarından biridir. Yenə də hər yuxu pozuntusu patoloji hesab olunmur. Çünki hər birimiz heç kəs deyə bilməz ki, mənim heç ömrümdə bir dəfə də olsun yuxu pozuntum olmayıb. Bu yuxu pozuntusunun formasından asılıdır. Bizim yuxu xəstəlikləri dediyimiz, insomni və parasomni dediyimiz xəstəliklər qrupu vardır. İnsomnilər yuxuya keçə bilməmə, yuxunu davam elətdirə bilməmə, yuxuda kəsintilərin olması, yəni tez-tez oyanmaların olması. Biz bunu uşaqlarda daha sıx görürük. Yəni insomniləri daha sıx görürük. Parasomnilər isə artıq yuxu xəstəlikləri hesab olunur. Yuxu xəstəlikləri yenə fərqli epileptik problemlər də ola bilər, yuxuda gəzmələr ola bilər, yuxuda baş verən hipermotor alın payı tutmalar dediyimiz epileptik tutmalar ola bilər. Valideynlərin bizə yuxu pozuntusu ilə ən çox şikayətləri nə olur? Yenə yuxuya keçə bilməmə, uşağım yuxuya çətin keçir və yaxud da ki, yuxuya keçir, tez-tez oyanır, kəsintili yatır. Burada da yenə həkim ətraflı anamnez toplayır. Çünki hər yuxu pozuntusu olan uşağa da yuxu dərmanı verilməz. Yəni verəcəyimiz bir dərmanın uşağın inkişafına nə qədər faydalıdır, nə qədər ehtiyacı var, ona görə qərar veririk. Yəni hər uşağa dərman verilməz, yəni normal inkişaf edən uşağa. Çünki bu gün verəcəyimiz dərmanın gələcəkdə uşağın o koqnitiv nitq sferasına nə qədər təsir edəcəyini bilməyimiz çox önəmlidir. Yuxuda baş verən valideynlər gəlir ki, uşaqlarım yuxuda diksinir, məsələn, yuxuya keçəndə diksinmələr və yaxud da ki, sıçramalar şəklində bir qolunun sıçraması, digərinin sıçraması və s. ola bilər ki, belə bir hallar olarsa yenə də biz mütləq video görüntüləmə istəyirik. Çünki bu yuxuda baş verən epilepsiyaları inkar etməliyik belə hal olanda. Amma burada da bir çox hallarda xoş xəstəli yuxu miaklons dediyimiz, benign yuxu miaklons dediyimiz bir hallar olur ki, o hallarda biz yuxuda o sıçramaları görə bilirik. Yəni ona görə orada da yenə həkimin ətraflı anamnestik toplaması, valideynin video qeydləri, yəni uşağı haqqında olan narahatçılıqları, mən hər zaman bunu deyirəm ki, həm evdə uşaq daha rahat olur, komfort zonası olur. Məsələn, bizim müayinədə görmədiyimiz bəzi şeyləri videolar bizə daha çox məlumat verə bilər. Ona görə bu videolar bizim üçün çox əhəmiyyətlidir və əgər bizim burada epilepsiya şübhəmiz varsa, orada biz bir yuxu EEG-si istəyirik. Əgər altda yatan hər hansı bir orqanik patologiya var, çünki bəzən olur ki, beyində olan hər hansı bir problemlər özünü yuxu pozuntusu şəklində göstərə bilər. O zaman artıq biz beyin neyrogörüntüləmə istəyə bilirik. Və ümumiyyətlə, yəni bir çox hallarda əgər bu insomnidirsə, yuxuya keçmə, yuxunu davam elətdirə bilməmə şikayətidirsə, uşağın inkişafına bir təsir etmirsə, normalda 3-4 yaşa qədər normal hesab olunur və hər uşağa dərman preparatı vermərik. Epilepsiyanın ilkin əlamətləri hansıdır? Valideynlər hansı ilkin əlaməti görəndə ayıq olmalıdırlar? Ümumiyyətlə valideynləri narahat edən bütün halların mən yenə də video görüntüləməsini istəyirəm. Çünki epilepsiya valideynlər arasında belə bir fikir var ki, ancaq dil qatdandı, ürək getdi, bu da epilepsiya. Amma epilepsiyalar çox elə bir əlamətlərlə özünü göstərə bilər ki, valideyn heç vaxt düşünməz ki, bu epilepsiyadır. Məsələn, gözlərin yol çəkməsi, gözlərin qırpılması, tiklə uzun illər səhv salınan, amma epilepsiya olan pasientlərimiz olub neçə dənə. Ağız marçıldatma, məsələn, ürək bulanma, hətta aura şəklində qarın ağrısı, illərlə qarın ağrısı deyib gastroenteroloq gəzən, amma altından bir epileptik aura çıxan pasientlərimiz olub. Görsəl gözümə nəsə görünür, qulağıma səs gəlir. Ondan sonra ayaqda, əldə uyuşmalar, əldən sıçrama şəklində nəyinsə qeyri-iradi olaraq atılması. Elə pasientlərimiz də çox olur ki, böyük tutma olanda ancaq həkimə gələr, amma biz sorğulayanda deyir ki, hə doktor, illərlə elə olub ki, əlimdən nəsə sıçrayıb atmışam, amma başa düşməmişəm ki, bu epilepsiya ola bilər. Yəni o qədər fərqli əlamətlərlə özünü göstərir ki, istənilən, xoşa gəlməz bütün hərəkətlərin altında epilepsiya ola bilər. Yəni ona görə hər bir xırda hərəkətə, ağız dediyim kimi marçıldatma, uyuşma, üzdə uyuşma, yəni bunların hamısının əgər elə bir şikayət varsa, həkim tərəfindən ətraflı dəyərləndirilməsi məsləhət görülür. Doktor, epileptik tutma zamanı tutması olan pasiyentin yaxınları ona ilkin olaraq hansı yardımı göstərə bilərlər və dil getməsi epileptik tutmada doğrudurmu? Bunu hər dəfə epileptik tutma özünü dil getməsi ilə mi göstərir? Aktual sualdır, təşəkkür edirəm. Normalda epileptik tutma zamanı ilk yardımda bir çox ailələr səhvən dil tuturlar. Yəni elə bilirlər ki, dil gedəcək və pasiyenti itirəcəklər. Normalda və həmin halda həmin pasiyentə dişlərini qırırlar, dilini zədələyirlər, üzünü zədələyirlər, həm də özlərinə, yəni əlləri falan zədələnir. Əslində bu doğru yanaşma deyil. Normalda epileptik tutma keçirən, yəni burada böyük epileptik tutmadan söhbət gedir. Hansı ki el arasında o dil qatdandı, ürək getdi və s. bu tutmadan söhbət gedir. Biz buna tibbi adı generalizə tonik klonik tutma, JTK dediyimiz tutmadır. Orada pasiyenti bir yanı üstə çevirmək lazımdır, böyrü üstə çevirmək lazımdır. Hansı tərəf daha rahatsa o böyrü üstə çevirmək. Ağızda qida varsa və yaxud da ki hər hansı bir saqqız və s. varsa, onu çıxartmaq lazımdır. Amma ağızda bu da aspirasiya riskinə görə ki, gedər nəfəs yoluna və pasiyent boğula bilər.
Amma ağızda qida yoxdursa, bir böyrü üstə çevirib, sıxan paltar varsa, paltarın yaxasını açıb tutmanın bitməsini gözləməliyik. Normalda tutmalar əgər epileptik statusa girməyibsə, bir çox hallarda 3-4 dəqiqəyə tamamlanırlar. Bitməsə, artıq təcili yardım gəlib müvafiq müdaxilə edir, oksigen qoşulması, iynə dərman olunması və s. bunlardan ibarət olur. Amma ailə yaxınlarının edəcəyi şey sadəcə tutmanın bitməyini gözləməkdir. Qusa bilər pasiyent tutma sonrasında, ona görə yenə də yanı üstə çevirmək lazımdır ki, qusuntu kütləsi gedib aspirasiya etməsin. Qalan halda yəni təşvişə düşməmək lazımdır və ikinci tapşırığımız adətən ailələrə video görüntüləməsidir. Tutmanın video görüntüləməyə alınmasını istəyirik. Bu da niyə görə? Yenə də bizim o tutmanın keçirilmə forması, hansı ətrafdan sağdan mı başlayır, soldan mı başlayır, necə davam eləyir? Tutmanın gedişatı bizə dominant mərkəz deyirik. Yəni beynin tutmaya nəzarət edən mərkəzi haqqında bizə məlumat verə bilir. Ona görə bu bizim üçün çox önəmlidir video görüntüləmə. Düzdür, bunu demək biraz ailəyə təbii ki, tutma keçirən bir uşağın anasının video çəkməyi biraz ana özü təşvişə düşürür. Bu da anlaşılan bir şeydir. Amma biz istənilən halda tapşırırıq ki, bu bizim üçün önəmlidir deyə ailəyə tapşırırıq ki, yəni mümkün olsa əgər edə bilsəniz, bunu edin ki, biz görək. Və bir çox hallarda niyə görə video istəyirik? Bəzən olur ki, heç epilepsiya deyil, isterik tutmadır, konversiyon deyirik. Məsələn, psixiatrik tutmalar olur. O tutmaları diferensiyasiya etməyimiz üçün ki, yəni burada həqiqətən epileptik tutmadır, yoxsa başqa bir tutmadır, yenə də bizə video görüntüləmə köməyimizə çatır. Miqrenin ən tipik əlamətləri hansıdır? Hansı hallarda biz deməliyik ki, artıq bu miqrendir? Ümumilikdə hər kəs həyatında heç bir dəfə də olsun başı ağrıyır. Yəni hər baş ağrısı problemli deyil təbii ki. Miqren baş ağrıları birinci tip baş ağrılarına aid olan, əslində həyata təhlükə yaratmayan, amma həyat keyfiyyətini ciddi şəkildə pozan bir baş ağrılardır. Miqren baş ağrıları müddəti də fərqli ola bilər. Məsələn 4 saatdan tutmuş 72 saata qədər davam edə bilər bu ağrılar və çox geniş bir qrup əhatə edir. Yəni burada elə baş ağrıları var ki, aurası olur, ardından baş ağrısı olmur heç. Məsələn aura gəlir, ağrı gəlmir. Qarın ağrısı illərlə qarnı ağrıyan gastroenteroloqları gəzin, amma bir abdominal miqren təşxisi alan pasiyentlərimiz olub. Yəni çox geniş, məsələn görsəl halüsinasiyalarla, eşitsəl halüsinasiyalarla gedən miqren baş ağrıları ola bilər. Bəzən olur ki, bu baş ağrıları dediyim kimi bir neçə saat davam edir. Bəzən olur günlərlə davam edə bilir və pasiyentin həyatını ciddi şəkildə poza bilir. Məsələn atakların müddəti çox önəmlidir miqrendə. Əgər ayda məsələn pasiyentə biz baş ağrı günlüyü tuturuq. Deyirik ki, ayda əgər bir dəfə, 2 dəfə baş ağrıysa və ağrı-kəsici ilə keçirsə, o zaman biz davamlı müalicə verməliyik. Amma əgər həftədə hər 2 dəfə, 3 dəfə baş ağrılar olursa, artıq burada bizim bir var miqrendə müalicəmiz də, bir var ağrını kəsmək üçün müalicə, bir də var artıq atakların olmaması üçün müalicə, profilaktik müalicə. Profilaktika müalicəsini onda verə bilirik. Miqren baş ağrılarında heç bir aparat müayinəsi onu göstərmir. Yəni bu birincili tip baş ağrılardır və bizim pasiyent gəlir ki, doktor MRT-də çıxarmı, EEG-də çıxarmı? Çıxmaz. Yəni bütün hamısı normal olar. Təbii ki, şiddətli bir baş ağrısıdırsa biz burada neyro görüntüləmə istəyərik, MRT istəyərik, amma MRT müayinəsinin altından bir problem çıxmaz və biz də bu zaman artıq ağrının klinik şiddətinə görə, ağrının xarakterinə görə miqren diaqnozunu qoymaq üçün bizim sadəcə pasiyenti dinləməyimiz, onun ağrılarının xarakterini dinləməyimiz yetərlidir. Bununla artıq biz diaqnoz qoya bilirik. Miqren tutmaları zamanı içilən dərmanla profilaktik müalicənin fərqi nədir? Tutmalar zamanı daha çox ağrı-kəsici dərmanlar içilir və yaxud da ki, biraz daha güclü formaları biraz fərqli. Məsələn, burada həm non-steroidal tabletlər, həm triptanlar və s. içilir. Amma artıq profilaktika üçün olan dərmanlar bizim müalicə kimi, məsələn, burada 3 ay, 4 ay ərzində istifadə olunan fərqli dərman qruplarını əhatə edir və burada protokolla əgər ayda bizim ağrımız 1 dəfə, 2 dəfə, yəni 4 dəfəyə qədər ağrı-kəsici ilə keçən baş ağrılarımız varsa, o zaman profilaktik dərmanlar içilməyə də bilir. Amma yox, pasiyent gəlib deyirsə ki, doktor, mənim həftədə 2 dəfə, həftədə 3 dəfə və yaxud da ki, bəzən olur ki, gündəlik dərman qəbul edirlər ki, bu artıq dərman qəbulundan asılı olan baş ağrılar da verə bilir. Protokolda belə bir bənd də var. O zaman artıq biz bu davamlı ağrı-kəsici içmək təbii ki, olmaz. Bu zaman artıq biz profilaktik dərman müalicəsi veririk və miqren ümumiyyətlə elə bir baş ağrıdır ki, burada həyat rejimi də, həyat keyfiyyəti də çox önəmlidir. Biz buna tipdə biodavranış strategiyası deyirik. Yuxuya nəzarət olunmalıdır, qidalanmaya nəzarət olunmalıdır, təmiz havada olmaq lazımdır. Yəni bunlar bəzən dərman qədər effektiv, hətta dərmandan daha çox effektiv ola bilir ki, bunlara da diqqət etməyimiz önəmlidir. Çox sağ olun Rima xanım, gəldiyiniz üçün bizi çox maarifləndirdiniz. Mən əminəm ki, valideynlər və ekran qarşısında izləyən bütün izləyicilər maariflənmiş oldu sayənizdə. Minnətdaram. Mən təşəkkür edirəm dəvətiniz üçün. Həqiqətən də çox aktual və gündəlik bizim müayinələr sırasında gördüyümüz suallardan hazırlamışdınız. Mən də düşünürəm ki, valideynlər üçün faydalı ola bildik. Təşəkkür edirəm dəvətiniz üçün. Sağ olun.